ki dünya o dünya değil. Birincisi biz müstakil dövlətlərik. Başa düşürəm, risklər həmişə qalır, yəni sabah da olacaq. Amma biz Türk Dövlətləri Təşkilatını qurmuşuq. Yeri gəlmişkən dünən Bakıda ilk dəfə Türk Dövlətləri Təşkilatı üzv dövlətlər ölkələrinin QHT-lərinin forumu keçirildi və bu forum da davam eləyəcək. Naxçıvanda da bir təsis yığıncağı filan eləyəcəklər. Uğurlu olsun. Ondan savayı ayın 27-sində Türk Dövlətləri Təşkilatı üzv ölkələrinin media forumu keçiriləcək Bakıda. Artıq bunun üçün də dəvətlər paylanıb. Yəni Azərbaycan bu şeylərdə bir katalizator rolunu oynayır. Yəni hərəkətləndirir, daha da sıx inteqrasiya üçün töhfələrini verir. Ondan savayı biz Orta Asiyanın o beşliyinə qatıldıq, 6 elədik onu. Bu da əslində onların ürəklə Rusiyadan qopması üçün bir səbəbdir, yoldur. Yəni üstəlik də Qərb də bunu dəstəkləyir. Amerikası da, Avropası da. Əlavə olaraq da biz İslam müstəvisində, yəni İslam ölkələri müstəvisində də aktivik. Azərbaycan bu saat ətrafında elə bir çəmbər yaratıb ki, Rusiya bizim üstümüzə əvvəlki illərdə olduğu kimi belə açıq gələ bilməyəcək. Bu Venedik də olar, Maria Zakharovalar filan bunları atacaqlar ortalığa. Onlar da könül bulandırmaqdan uzağa gedə bilməyəcək. Amma risk qalır. Məsələ ondadır. Bayaq dediyim kimi Ukraynada bunlar istədiklərinə nail olsa. Çünki bunlar Ukraynada bilirsiniz nəyin hesabına nail olur? İstədiklərinə. Trump güzəştə gedir. Trump da sizcə niyə güzəştə gedir Rusiyaya? Rusiyadan nəsə alır. O alacağı nəsənin hesabına Rusiyanın əl-qol açmasına göz yumur. Və ona görə də Rusiya bugün Ukraynada istədiyinə nail olsa, sabah bizim üstümüzdə də gələndə Trump artıq onun qarşısında bir qədər öhdəlik götürmüş kimi olur axı. Qərb bütövlükdə və Rusiya əl-qol açanda orada da Amerikada, Avropada fikirləşirlər, Azərbaycanda. Cümlə möcüzəsi ilə arzuladığın məhsullar sərfəli qiymətə. Nağd alışda Honor X9D 649 manat 99 qəpik. Redmi Note 14 369 manat. Qaçmaza. Ukraynada istədiyinə nail olsa, sabah bizim üstümüzdə də gələndə Trump artıq onun qarşısında bir qədər öhdəlik götürmüş kimi olur axı. Qərb bütövlükdə və Rusiya əl-qol açanda orada da Amerikada, Avropada fikirləşirlər, Azərbaycanda. Məsələn, Trumpın dərdi nə ola bilər? Trip layihəsi. Rusiyaya deyə bilər ki, ona toxunma qalan. Onun nə işin elə? Hə, məsələn. Nə bilim, Baskir oradan qaçmaza, misal üçün, Dağıstandan. Ki, onlar, nə bilim, Dərbənd filan deyirdilər. Sən də ola gözdağı ver, misal üçün. O tərəfdən, nə bilim, Balakənə, Zaqatalaya, harasa. Nə bilim, tarixdən saxta şeylər çıxar ortaya. Adını qoy, nə bilim, bura Azərbaycan adında dövlət olmayıb, buranı Rusiya qurub, nə bilim, filan, boş-boş şeylər. Yəni, bu şeyləri eləyə bilərlər. Ona görə də bundan sonraki mərhələdə Rusiyanın açıq şəkildə üstümüzə gəlməsi o qədər də uyğun və mümkün görünmür, amma riskə qalır. Bundan qurtulmanın yolunu da mən demişəm, təkrarlayıram. Azərbaycan daxil olmaqla bütün MDB dövlətləri o təşkilatdan çıxmalıdır. Yaxud da yığışıb Rusiyanı oradan çıxarmalıdırlar. Yaxud da oradan çıxdıqlarını bəyan edib yeni bir təşkilatda birləşməlidirlər. Rusiyanın olmadığı təşkilatda. Bu bir. İkinci variant, Ermənistan, eyni zamanda Qazaxıstan və Qırğızstan kollektiv təhlükəsizlik müqaviləsi təşkilatından çıxmalıdır. İndi yeri gəlmişkən Ermənistan gördük ki, bu toplantısı olacaq KTMT-nin, orada iştirak etməyəcəyini deyib. Yəni onlar oradan çıxmalıdır, Rusiya təklənməlidir. Rusiya yalqız qalmalıdır bu müstəvidə, bizim bu coğrafiyada və başa düşməlidir ki, bizdən asılıdır. Ondan sonra biz ona şərtlərimizi irəli sürə bilərik. Üçüncü bir məsələ, dünən keçirilən o QHT-lərin forumu. Mən məsələn düşünürəm ki, bunu sadəcə Türk Dövlətləri Təşkilatı çərçivəsində məhdudlaşdırmaq doğru deyil. Bütün Türk coğrafiyasını əhatə etməlidir. O cümlədən də Rusiyanın tərkibində və işğalında olan Türk Respublikaları orada iştirak etməlidir. Necə ki, Türksoyda bunu edirik, onlar gəlib iştirak edə bilirlər o formatda, burada da olsunlar. Ondan savayı, ümumiyyətlə Türk Dövlətləri Təşkilatının çətiri altında vahid Türk coğrafiyası dövrəyə buraxılmalıdır. Bunun üçün bütün Türk dövlətləri çəkici bir zindana vurmalıdır. Yəni burada artıq müstəqil, qeyri-müstəqil bütün Türk topluluqları bir çətir altına alınmalıdır.
Yəni Rusiya hiss etməlidir ki, Tataristanı bugün çapıb talayırsa, Başqurtistanı çapıb talayırsa, bunun bir sonu gəlməlidir.